Beautiful, Çox gözəl, precious, çox əziz sacred, və çox sacred evening. müqəddəs, təqdis olunmuş bir axşamdır. Şükür Tanrıya. This is a special Wednesday night service. Bugün xüsusi çərşənbə günü toplantımız var. Çünki gənclərimizin valideynləri gəlib, gənclərimiz də 8-ci sinifdən yuxarı sinifə qədəm basırlar. Əvvəla gənclərimizi dəvət etmək istəyirəm ki, ayağa qalxsınlar. 8-ci sinifin məzunları. Çox gözəl. Nə yaxşı. Çox sağ olun, əyləşə bilərsiniz. Bəs valideynlər və ya qohumlar, nənələr, babalar, əmmilər, dayılar, xalalar, valideynlər, bəli. Əla. Çox gözəl. As we know in our, I'm going to speak for a few minutes. Mən bir neçə dəqiqə ərzində danışacağam. Məndən sonra Pastor Berry əsas vəzi bölüşəcək. Pastor Berry'ni alqışlayın. Çünki onlar çox zəhmət çəkirlər və bütün müəllimlər, Greater Grace Xristian Akademiyasının müəllim heyəti lütfən ayağa qalxın. Sizi alqışlamaq istəyirik, təşəkkür edirik hər birinizə. Çox sağ olun. Həqiqətən heyrətamiz iş görürsünüz. Heyrətamiz iş baş verir. Müəllim vasitəsilə hər saat dərslərdən sonra ev tapşırıqlarının yoxlanılması, zənglər, dualar, çoxlu məhəbbət, çoxlu sevgi. Bir söz var, ağlımda onu düşünürəm və bilirəm ki, bu sözlə bağlı mövzu çox samballıdır, çox yüklüdür. Bu söz ehtiram sözüdür və təhsilə aidiyyatı var bu sözün. Ehtiram. Çünki təhsil bilikdən daha böyük bir şeydir. Təhsil Tanrı ilə başlayır. Tanrı hər şeyi biləndir. O dünyanı yaradıb. Və bizim üçün Tanrıya ehtiram göstərmək, ürəyimizdə ehtiram ona qarşı. Bu, mənəviyyatdan daha üstün bir şeydir. Tanrıya ehtiram əslində Rəbb qorxusudur. Hikmətin başlanğıcıdır. Bilirəm ki, bugünkü mədəniyyətə baxanda cəmiyyətlər var ki, onlar fərqli yollarla hücuma məruz qalırlar və uşaqlarımız da o cəmiyyətlərdə. Çox vacibdir uşaqlarımız, gənc nəsilimiz. Çünki istəyirik ki, gənc nəsilimiz həyatında uğurlu olsun və həyatda uğur Tanrı vasitəsilədir. Tanrıdır insana hikməti verən. Biz bu hikmətə deyirik göylərdən nazil olan hikmət. Bizdə isə aşağıdan gələn müdriklik var. Yaqub 3-cü fəsil. Amma göylərdən nazil olan hikmət fərqlidir. İsa yer üzünə gələndə o bizə təlim verdi və Tanrını göstərdi. Kilsə həyatımızın ürəyində də məhz budur. Və bu kilsə, bu yerli kilsə, onun banisinin nəzəri var idi, görümü var idi ki, həyatın anlayışı gənc nəslə aşılansın. Məktəb yaşlarından gənc nəslə Tanrının anlayışı aşılansın və məktəbdəki müəllimlər də Tanrının övladları olsun. Belə ki, lütf sözü və müqəddəs ruh bizə rəhbərlik etsin. Məktəbdə, fənlərimizdə, akademik araşdırmamızda. Yeri gəlmişkən bizim GGC məktəbimiz heyrətamizdir, fərqli səviyyələrdə. Yəni, akademik səviyyədə yüksəkliyimiz, aliliyimiz var. Münasibətlər məsələsində gözəl təcrübə var. Tanrının konteksti və müqəddəs yazının konteksti məktəbimizdə çox güclüdür. Və təbii ki, valideynlərimiz ki, uşaqların qayğısına qalır, məktəbin qayğısına qalır və bu gənc
nəslə dəstəkdir many stages ki, of growing up. həyatlarının fərqli But I would mərhələlərində like to say that övladları if böyüsün. Amma demək we istəyərdim leave our ki, children əgər alone biz and we do övladlarımızı not tək make başına those qoysaq investments, və o sərmayəni etməsək then, onların as we know, I həyatına, have here a list, burada bir siyahı 7 varımdır. sneaky Onda ways 7 Satan is hilə yollar attacking var our children ki, şeytan istəyir in today's uşaqlarımıza culture. nüfuz etsin bu mədəniyyətin I'll içində. just read them to Və you. onları sizə oxumaq He istəyərdim. attacks them by their Şeytan hücum identity, edir uşaqların their kimliyinə innocence, qarşı, their onların sexuality, seksuallıq their məsələlərinə, purpose, onların their məqsədinə, faith, onların their imanına heart hücum and edir, mind, onların and ürəklərinə their friends. və əqillərinə qarşı hücum edir və elə, I want to eləcə də commend onların the dostları parents vasitəsilə for hücum edir. saying, Valideynlərə I müraciət want etmək istəyərdim. my young Mən people, istəyərdim ki, mənim I övladım, want gənclər, gənc my nəsil child to learn öyrənsin and pray that və the dua etsin Holy Spirit, ki, müqəddəs love ruh, of God, Allahın would be məhəbbəti in our lives. bizim həyatımızda olsun. That God's love would help us Ki, Tanrının understand məhəbbəti who we are. bizə kim olduğumuzu And then başa when salmağa we kömək etsin. find Ki, sonra the reality biz of God in Tanrının life reallığını, gerçəkliyini həyatımızda and aşkar in our edək. subjects, in our Və training, eləcə and də in our dərslərimizdə, relationships, on the təlimimizdə, basketball court, münasibətlərimizdə, basketbol meydançasında in the great play last gözəl night with the young oyun oldu. people, Gənclərimiz basketbol oynuyurdu in the band və and, eləcə də musiqi and qruplarımız literature və ya and, ədəbiyyat and dərslərində, history and tarix math and science dərsində, and riyaziyyatda, all of the digər elm fields of dərslərində, study that we were bütün exposed to when we were fənlərdə, young. dərslərdə ki, biz And then uşaq ikən şagird Lord idi, will help oxuyurduq us ki, Tanrı live indi life gənclərimizə kömək eləsin so that I ki, have biz elə həyat yaşayaq understanding ki, like bu Daniel did həyatda when he went anlayışım to olsun. Persia. Daniel peyğəmbər kimi And we see Solomon was the wisest of Fars the diyarına gedəndə men at və ya the time. Süleyman öz vaxtında, And Jesus gəncliyində with his və disciples, İsa da öz he şagirdləri was ilə wiser, o ən greater müdrikli than Solomon O is here. deyilir ki, Süleymandan And daha to learn üstünü this book olanı buradadır. And to Ki, hide it in uşaqlarımız my bu kitabı heart. oxusun, This is what öyrənsin, it says. ürəklərində That we gizlətsin would hide the word və of God müqəddəs in yazı our belədir hearts. ki, Tanrının sözünü That it would ürəklərimizdə govern qoruyub our saxlayaq life. ki, When we Tanrının wake up in the morning, it would sözü speak to ürəyimizi us. idarə eləsin When ki, we yuxudan walk oyananda along Tanrının the sözü way, bizə it danışsın. would, Həyatımızda yolumuzu gedəndə would Tanrının sözü, speak to us, would deməli, Tanrının sözü bizə danışsın, protect us, bizi and when we qorusun, sleep at biz night, gecə yatanda. it's in Proverbs 6:22 to get it exactly Məsəllər right. Verse 6:22-də 23. orada yazılıb və 23-cü bənddə Məsəllər kitabında. Honor. Okay, now Ehtiram lastly, və sonuncu şey, honor. ehtiram haqqında danışdıqca, It's a great word. bu böyük bir sözdür. When Paul stood before King Agrippa, Paul Agrippa padşahın önündə duranda, and maybe you know the text. və Let me bəlkə siz read mətni this part bilirsiniz. to you. İcazə verin mən sizə bu parçanı buradan oxuyum. Festus said with a loud voice, Festus uca səslə dedi Paul, Paula he was there with Agrippa. və Paul Festus was Agrippa another ilə birlikdə magistrate. idi But və he Festus said, da orada Paul, iştirak edirdi. you are Dedi, beside Paul, yourself. sən ağlını itirmisən Much ha. learning Sənin makes you çoxlu mad. biliyin səni Another başdan way of xərab edir. saying, Yəni başqa Paul, sözlə desək, Festus you're ona deyir, insane. Paul, sən axmaqsan. You've been studying too much. Sən çox You've araşdırmısan, gone çox nuts. oxumusan və You're bilik sənin insane. başını xərab edir. And Paul Paul isə said, cavab verir. I am not Deyir, mad, yox, mən most noble Festus. başımı I itirməmişəm, speak möhtərəm forth the Festus. words of truth Mən həqiqət and sözlərini danışıram. soberness. For the king knows of Çünki these things, padşah and he's dediyim speaking sözləri about the bilir. Və resurrection Paul of Christ, Məsihin ölülərdən dirilməsindən danışır orada. Ki, the peyğəmbərlər defense of the barədə. faith. Və o imanı He's a müdafiə edir. passionate believer. Paul çox There's alovlu, nothing imanlıdır. more valuable Daha dəyərli bir şey than to bundan be yoxdur. around passionate believers who Alovlu are imanların yanında very olmaqdan daha loving, gözəl yoxdur. sometimes very Onlar sevir, quiet, bəzən çox sakit very olurlar və sober-minded, çox very fağır, wise, çox very effective. These diqqətli, people çox are səmərəli, amazing. effektiv. Bu çox They're heyrətamiz valuable. insanlardır, onlar dəyərlidir. I spoke on the phone with a man in Telefonda Poland. bir nəfərlə 40 Polşadan years danışdım. ago, some of 40 our il bundan qabaq missionaries bəzi went there. misionerlərimiz Polşaya I misiyalara remember getmişlər. his particular story because Yadımdadır he just onun had hekayəsi. bypass surgery. His Çünki name was onun bu Mariusz. yaxınlarda
ürəyinə Yeah, we talked on the əməliyyat phone. He was olmuşdu. in Onun the adı hospital. Mariuşdur. O zənglədi mənə. And he said, Xəstəxanada Pastor idi. O dedi, Schaller, Pastor Schaller, thank you so much sizə çox minnətdaram. that people came here to Minnətdaram ki, Poland to Polşaya preach the adamlar gospel. vaxtilə gəldi və And müjdəni from vəz etdi. Finland they came. Və Finlandiyadan da And they gələnlər oldu. preached the Və onlar gospel. müjdəni vəz Thank etdilər you bizə. so much. Çox sağ This olun. is 40 years ago. 40 il bundan Thank qabaq you baş verib. so much. Və He minnətdarlığını repeated bildirir it. adam. Dönə-dönə. And I'm like, wow, Və mən də what, qulaq that's asam. so Aman much Tanrım, honor. orada çoxlu ehtiram var bu That's sözlərdə. honor. Bu ehtiramdır. When we are thankful, Biz minnətdar we olanda honor biz God. Tanrıya ehtiram göstəririk. There's honor. There's Ehtiram a var. short list here of Və things qısa I bir want siyahı var. to say a few things about honor. I've got Ehtiram a barədədir lot bu that siyahı. I- Çox şey demək Here we olardı go. ehtiram barədə, amma budur deyəcəyim. Honor God. Tanrıya ehtiram göstər. All ultimate honor, glory, and authority belong to Bütün God. ehtiram, izzət və Number səlahiyyət two, Tanrıya honor məxsusdur. İkincisi, parents. valideynlərə ehtiram Paul göstər. reiterates the Old Paul Testament command, əhd honor your ətəkdən father əmrə and mother, istinad edib deyir ki, which ata-anana is the first hörmət et, commandment ehtiram linked et. directly to Və a promise. bu Allahın vədinə bağlı olan birinci Number əmrdir. three, honor Üçüncü şey, rulers and authorities. səlahiyyətdə olanlara ehtiram Believers are göstər. commanded to give İmanlara respect tapşırıq and honor verilir to ki, civil onlar leaders, mülki həyatdakı viewing rəhbərlərə, their rəislərə positions hörmət as etsinlər, instituted ehtiram by göstərsinlər. God. Tanrı tərəfindən Romans 13:7. təyin edilmiş Number rəhbərlikdirlər four, onlar. honor church Dördüncüsü, leaders kilsə and fellow rəhbərlərinə və believers. imanlara ehtiram Paul and göstər. Peter Paul instruct və the Peter church to honor kilsəyə elders who təlimat verib lead dedilər well, ki, show ağsaqqallara high regard ehtiram for edin widows, və and dul honor qadınlara one another hörmət above göstərin və yourselves. özünüzdən daha çox Do you başqalarına ever ehtiram feel göstərin. that Heç with bunu each hiss other? edirsiniz bir-birinizlə Do you münasibətdə feel that the person you're ki, talking sənin with has danışdığın respect? adam ki, ona And do you hörmətin var have respect for və that person sənin that o you're adama with? ehtiramın varmı And do və o you adamın sənə respect hörməti your varmı? good things from your Və past, keçmişindən olan like what yaxşı your mom and şeylərə, dad did hadisələrə for you? ehtiramın varmı? Do you Ata-ananın sənə honor them? They göstərdiyi bought you a yaxşılıq bicycle for your birthday. ki, valideynin sənə They ad gününə arranged something velosiped for you. almışdı. Do we honor Neysə our sənə teachers? hədiyyə etmişdi. Do we Müəllimlərimizə honor the ehtiram institution edərikmi? of the church? Kilsə Or do we speak müəssisəsinə bad of it? ehtiramı göstərikmi? Yoxsa Do kilsəyə we qarşı want to tear danışırıq? it down? Kilsəni Do we dağıtmaq want to tear istəyirik down a family? və ya ailəmizi Tear dağıtmaq down a istəyirik. church, tear Kilsəni down dağıtmaq a istəyirik school, və ya or tear məktəbi down a və country? ya ölkəni dağıtmaq And the istəyirik. answer is yes. Cavab da bəli. That's in the hearts Bu of people. insanların ürəyində But yer that's alır, not from amma bu God. Allahdan deyil. It's Paul is saying before Paul, King Agrippa, Aqripa paşanın he qarşısında says durub in deyir, the speech, he says, öz nitqində belə deyir. "O King Agrippa, Ey padşah I wish Aqripa, you were like çox me, istərdim mənim kimi olasan, except these chains. bu zəncirlərdən başqa. I wish you were like Çox me." Can you istərdim say that? ki, mənim kimi olasan. Deyə bilərsiniz That's bunu. an amazing thing to Bu be elə able to say. tamizdir. Əgər deyə I wish bilərsinizsə. you were like Çox me. istərdim ki, Or mənim why? kimi olasan. Because Niyə? I'm at peace. Çünki mənim ürəyimdə Because sülh there's var. love in my heart. Çünki ürəyimdə sevgi Because var. God has taught Çünki me Tanrı something from this book. Mənə bu kitabdan Because nəyisə I have öyrədib. friends Çünki dostlarım and var lasting və relationships. uzun müddət Because I davam love edən to münasibətləri serve. var. Çünki mən xidmət etməyi And sevirəm. we're not promoting Və biz ourselves. We're özümüzü only irəli speaking çəkmirik. seriously about Və a ciddi high level olaraq education yüksək where we learn səviyyəli ali things that bilidən are deeper danışırıq, than just təhsildən the danışırıq. subject material Amma bu of yalnız physics. fənlər və It's dərslərdən daha more than a üstün bir business şeydir. degree. Bu biznes A man with a dərəcələrindən business daha degree üstündür. can steal Biznes money dərəcəli with diplomlu the adam computer. pul oğraya The bilər, man kompüter that oğraya bilər. is good in any field Hər of hansı study, bir if he's a bad fəndə, man, elmdə he can do yüksək bad nəticələrə things. malik olan He's adam just an pis işlər görə educated bilər. man that is Sadəcə bad. He's a good criminal. savadlıdır, He's amma an yaxşı educated cinayətkar ola criminal. bilər. O təhsil almış And cinayətkar ola this bilər. education Və bu in our təhsil bizim society has to cəmiyyətimizdə be above and beyond rebellion əslində üsyandan and daha üstün hatred olmalıdır, nifrətdən daha üstün division. olmalıdır, It has to be rooted in bölmələrdən, something deeper. parçalamalardan üstün olmalıdır. Bu daha dərinə getməlidir. Where to Və come bu from, Tanrıdan God, Jesus gələn, Christ came İsa into the world Məsihdən to give gələn it to us. ənamdır. O yer üzünə This düşdü new life. göylərdən ki, bizə bunu By the versin. grace of Bu God, yeni we have həyatdır a school və Tanrının lütfü ilə bizim where məktəbimiz these var good things are və bu happening, the gözəl şeylər artwork in the baş hallway, verir və bizim the dəhlizimizdə teachers that are godly, incəsənət dərsinin the students that love each nümunələri, other, tələbələr bir-birini the sevir, respect that we have for each other in bir-birimizə this room, olan hörmət the respect ki, that we bu have, so zalda that the var. list goes. Və siyahı davam edir burada. Parents, Ki, church valideynlərə, leaders, and kilsə then the last rəhbərlərinə one, ehtiram honor edirik və all eləcə də people. bütün insanlara ehtiram münasibətində olaq. All people. Bütün insanlara.
Peter aydın şəkildə tapşırır ki, hər kəsə ehtiram göstərək. Niyə? Hər kəsə. Çünki hər kəs Tanrının surətində yaradılır. Hər bir insanın dəyəri var. Hər insan bu dünyaya bir gün doğulub və anaları tərəfindən dünyaya gətirilib və Tanrı onları öz surətində yaradıb, bu körpələri, uşaqları. Biz insanlar öyrənirik məhəbbətlə yaşamağı və bu məhəbbətdə ehtiram olmalıdır. Bizim çoxlu ehtiramımız var. Biz gənclərimizə bugün ehtiram göstəririk. Çünki onlar 8-ci sinifi bitiriblər və bu asan iş deyildi. Və valideynlərə ehtiram göstəririk ki, onlar da dəstək oldular. Davam edin. Çünki bu gənclər xəzinədir. Biz onları sevirik, onlara Tanrıda ehtiram göstəririk. Amin.